Bismillahirrahmanirrahim. Əziz izləyicilər üçün çoxlarımıza gizli qalan çörək haqda olan bir hədis barədə danışmaq istəyirəm. Belə ki, möminlərin anası Ayşə anamız radiyallahu anhə deyir ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur: Əkrimul xubz, çörəyə hörmət edin. Çörəyə hörmət etmək və s. haqda bir çox səhih olmayan hədislər vardır. Lakin bəzi alimlərin dediyinə görə bütün bu hədisləri cəm edəndə hədislərdə keçən çörəyə hörmət edin ləfzi səhihdir. Bəs çörəyə hörmət etmək necə olur? Böyük hədis alimi İmam Tirmizi deyir ki, çörək bədənin qidasıdır. Qida da ruhun dirəyidir. Uca Allah çörəyi şərəfləndirərək ruzilərin ən şərəflisi etmiş və nemət olaraq səmanın bərəkətindən yaratmışdır. Kim çörəyi atar və aşağılayarsa, nemətə qarşı nankorluq etmiş olar. Əgər bir bəndə nemətə qarşı laqeyd yanaşarsa, o nemət ondan qaçar. Əgər o nemət ondan qaçarsa, az qalar ki, bir daha geri dönməsin. Bəzi ariflər demişdir: bu dünya süd dayəsidir, axirət isə anadır. Hər birinin arxasınca gedən övladları vardır. Əgər süd dayəsi ilə soyuq və sərt davranarsansa, o səndən üz döndərər və səni tərk edər. Əgər anaya qarşı soyuq və sərt davranarsansa, o sənə şəfqət və məhəbbət göstərər. Çünki süd dayəsi anaların şəfqət və məhəbbətinə malik deyildir. Bu nemət də torpaqdan çıxır və səni bəsləyən süd dayəsi kimidir. Statın sonu. Yəni, laqeyd olarsansa, səni tərk edər. Alimlər deyirlər ki, çörəyə hörmət etmək o deməkdir ki, əldə edilən çörəyə görə uca Allaha şükür etməlisən. Çörəyi yerə və ya zibil qabına atmamalısan. Yerdədirsə, götürüb kənara qoymalısan, çörəyi tapdalamamalısan. Çörək və ya hər hansı bir nemət yerə düşərsə, dərhal onu atmaq doğru deyil. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, فَإِذَا سَقَطَتْ مِنْ أَحَدِكُمُ اللُّقْمَ فَلْيُمِطْ مَا كَانَ بِهَا مِنْ أَذًا ثُمَّ لْيَأْكُلْهَا. Birinizin əlindən loxma yerə düşərsə, üstündə olanı təmizləsin və yesin. Həmçinin alimlər deyirlər ki, çirkli bıçağı və ya əli çörəyə sürtmək, çörəyi kasanın və ya duz qabının altına qoymaq çörəyə hörmətsizlikdir. Çörək haqda olan bəzi xurafatlar hansılardır? Bəziləri çörəyə qarşı olan ehtiramı xurafatlara çevirərək, çörəyə ilahi güc-qüvvət verib, çörəkdən qorxur, çörəyə and içir, çörək gözünü tutsun deyib, çörəyə dua edir. Bütün bu əməllər tövhidə çağıran dinimizdə qadağandır. Çünki Allahdan başqasına and içmək Allaha şərik qoşmaqdır. Bəziləri də çörəyi bıçaqla kəsmək olmaz deyirlər. Öpüb baş üstünə qoyurlar. Bütün bu əməllər də doğru deyildir. Uca Allahdan istəyirəm ki, hər birimizə onun verdiyi nemətlərin haqqını verməkdə, şükrünü layiqincə etməkdə yardımcı olsun. Uca Allah buyurur: Fəzkuruni əzkurkum vəşkuruli və lə təkfurun. Məni xatırlayın ki, mən də sizi xatırlayım. Mənə şükür edin, mənə küfür etməyin. Həmçinin buyurur: Və iz təəzzənə rabbukum ləin şəkərtum ləəzidənnəkum və ləin kəfartum innə əzəbi ləşədid. O zaman Rəbbiniz bildirmişdi: əgər mənə şükür etsəniz, sizə olan nemətimi artıracağam. Əgər nankorluq etsəniz, unutmayın ki, əzabım həqiqətən şiddətlidir.